Hər vaxtınız xeyir olsun yoldaşlar. Mart imtahanına dövlət qulluğu üzrə BA, BB, AC və AB kateqoriyası üzrə imtahanlara daxil olmaq istəyən şəxslər üçün kursumuzda onlayn platforma üzərindən, yəni Dövlət İmtahan Mərkəzinin imtahan sistemi ilə birə-bir eyni olan platforma üzərindən sınaq təşkil etdik və bu sınağın informatika fənninin sualları ilə tanış olacaqsınız. Növbəti videoda isə məntiqin də izahlarını görəcəksiniz. 56. Slaydlara verilən keçid effektlərinin ekrana gəlmə müddəti hansı lent əmri ilə həyata keçirilir? Slaydlara verilən keçid effektlərinin ekrana gəlmə müddəti duration əmri ilə həyata keçirilir. Yoldaşlar, preview ön baxışdır. Slide sorter görünüş rejimidir. Setup lent qrupudur. Animation isə lent tabıdır. Bizdən isə əmr soruşur. Duration əmri ilə biz bunu tənzimləyə bilirik. Şin topologiyalı kompüterlərə aid olan nümunəni. Qısacası Şin topologiyasına aid olan doğru fikri istəyir bizdən. Veriləndən yalnız bir istiqamətdə bir kompüterdən digərinə ötürülür. Bu yanlış fikirdir. Şin topologiyasında birinci kompüter sonuncuya informasiya göndərə bildiyi halda sonuncu da əvvəlki kompüterlərə göndərə bilir. Yəni qısacası A doğru cavab deyil. İstənilən zaman anında ancaq bir kompüter siqnal ötürməlidir. Bu doğrudur. Çünki hər hansısa bir kompüter siqnal göndərən zaman digər kompüterlər də siqnal göndərsə, siqnallar toqquşur və xaos əmələ gəlir. Şəbəkənin bir kabeli qırılsa, sistem işlək vəziyyətdə qalır. Yanlışdır. Kabel qırıldığı halda sistem çökür və yaxud iki kiçik sistem yaranır. Hər hansısa bir kompüter sıradan çıxanda şəbəkə işinə təsir edir. Hər hansısa bir kompüter sıradan çıxanda şəbəkə işinə təsir etmir. Bu da səhvdir. Bütün kompüterlər mərkəzi vahid kompüterə qoşulur, səhvdir. O, ulduz topologiyasına aiddir. Hansı rejimdə təqdimatda olan bütün slaydlar ekranda cədvəl formasında düzülür? Slaydların hamısını bir pəncərədə baxıb, düzülmə ardıcıllığına dəyişiklik etmək olur. Düzgün cavab slide sorter. Elə slide sorter görünüş rejiminin əsas məqsədi 20-200% intervalda, yəni miqyas intervalında bütün slaydları ekrana düzmək, onları sərgəli şəkildə, nizamlı şəkildə ardıcıl yerləşdirməkdir. Lent interfeysinin review tabının köməkliyi ilə yerinə yetirilən əmrləri seçin. Səhifə nömrələməsi. Təbii ki, bu insertdəndir. Biz bunu silməliyik. Bir olan variantları silməliyik. Kitab, jurnal, məqalə və dövrü mətbuatın mənbə kimi göstərilməsi. Mənbələr göstərilməsi də yoldaşlar yerləşir referens sizdə. Ona görə ikini də variantlardan silməliyik. Orfoqrafik və qrammatik səhvlərin yoxlanması. Bəli, Proof Lent qrupunda spelling and grammar əmri. Şərhlərin də yerləşdirilməsi həm review'da var, həm də insertdə. Ona görə cavab avtomatik C variantı olur. Sənədə məhdudiyyət qoyulma da restrict editingdir. Səhifə və sənəd sonu haşiyələr, kalan titullar isə header footerdan daxil edilir. Növbəti sual 28 səhifəlik 1-dən 28-ə kimi nömrələnmiş sənədin çapı ilə bağlıdır. Sənəd çap olunmağa hazırdır. Bizdən tək səhifələrin çapını soruşur. Aşağıda verilən səhifələr içərisindən. Bu səhifələr içərisindən tək səhifələri seçək. 2-dən 7-yə qədər 3-dür, 5-dir, 7-dir. 14-dən 18-ə qədər 15-dir, 17-dir. 22-dən 30-a qədər 23-dür, 25-dir və 27-dir. 29-u götürmürəm. Niyə? Çünki bizim sənədimizin səhifələrinin nömrələri cəmi maksimum 28 dənədir. Belə bir aldadıcı sualdır. Və səhifələri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 səhifəni 4 page per sheet olaraq çap etsək, 8-i 4-ə bölürük. Qalır 2. 2-ni də vururuq 3-ə, cavab eləyir 6. C variantı. Növbəti sual. Doğru mülahizələri seçin.
TV tünel müxtəlif formatlı televiziya verilişlərini qəbul edib, monitorda göstərilməsini təmin edən çıxış qurğusudur. Səhvdir. TV tünel giriş qurğusudur. Televiziya verilişlərini kompüterə daxil edir. Mikrofon səsin elektrik siqnalına çevrilməsini təmin edən çıxış qurğusudur. Səhvdir. Mikrofon giriş qurğusudur. 1 ilə 2-ni variantlardan silirik. Plotter böyük formatda olan qrafik materialların daxil edilməsi üçün. Bu da səhvdir. Plotter də çıxış qurğusudur. Printerin xüsusi böyük formasıdır. Deməli, doğru olacaq cavab A variantı. Xarici yaddaş qurğuları informasiya daşıyıcısı da hesab edilir. Bəli. Çünki onları bir nöqtədən başqa nöqtəyə daşımaq olur. Akustik səs gücləndiricilər məlumatları dinləmək üçündür. Bəli. Skanerlərdə mətnləri, şəkil və digər məlumatları qrafiki formada kompüterə daxil edir. Düzdür. Antivirus proqramlarına aid olmayanları seçin. Yoldaşlar, Avast antivirusdur. Nodotski antivirusdur. Gəlin elə bunları cavablardan çıxaq. 4 ilə 5-i silsək, cavab əslində çıxır. Elə Antiviral Toolkits Pro da adından da göründüyü kimi bu da antivirusdur. Cavab qalır. Visual Basic for Applications, Norton Commander bilirsiniz örtüyü proqramıdır. Fatotski bilirsiniz fayl sistemidir. Windows də təbii ki arxivatordur. Sistem proqram təminatının servis qoluna daxildir. Sənədin sütunlara bölünməsi əmri. Bu sənədin ölçüsüdür, size. Bu orientasiyadır, landscape ya da portret. Bu cədvəldir, bu da kənar boşluqlar, kənar hüdudlar. Cavab A variantıdır. Mətnin sütunlara bölünməsi. Hansı düsturlar doğru yazılır? A doğru deyil. Bərabərdən qabaq heç nə yazıla bilməz. A neydi? Üzr istəyirəm. İkinci sual doğru deyil. 4 də doğru deyil. D vurulsun. D nədir ki? D bir xana adıdır mı? Xeyr. Xana adı bir hərf, bir rəqəmdən ibarət olan ən azı. 2 hərf də ola bilər, 3 hərfli də ola bilər. O problem deyil. Deməli, 1-də səhv varmı? Yox. 1 düzdür. 3-də də səhv yoxdur. 3-də düzdür. 5-də səhv var. Dollar 2-dən qabaq, dollar A-dan qabaq qoyulmalıydı. Cavab nə oldu? 1, 3, 6 və 7. A variantı. Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin Kibertəhlükəsizlik şöbəsinin yaydığı məlumata əsasən, son dövrlər hakerlərin sistemlərə həmin sistemin istifadəçisi kimi daxil olmağa və konfidensial məlumatları uğurlamağa yönəlik halları çoxalıb. Bu tipli hücumlar necə adlanır? Gəlin bu sualı sizin üçün individual sual kimi qoyaq. Bu mənim konspektimdə var və dərsliklərimizdə ödənişsiz formatda yaydığımız materiallarda yer alır. Tapın görək, cavab hansı variantdır? Əslində çox rahatdır. Adlar özünü ifşa edir. Sadəcə bu cavabı sizdən gözləyirəm. Chat bölməsində, şərh bölməsində yazın. Doğru yazanların şərhinə üstə gəl qoyaraq cavab verəcəm. 67. A2-C2 diapazonuna deyir, uyğun olan bu diaqramı V1 xanasına hansı ədəd yazılmalıdır? Baxın, biz bunları hesablamalıyıq. A1 üstə gəl C1. Yəni V1 yoxdur da bizdə. Və bu xananı tapaq. A1-in kvadratı çıx C1-in kvadratı. A1-in kvadratı 144. Çıxılsın C1-in kvadratı. O da 8-in kvadratı 64. Bu eləyir 80. 80 bunlardan hansına aiddir bilmirik də hələ. Buna baxaq. A1 üstə gəl C1 vurulsun B1. A1 12-dir. B1 də 8-dir. Cəmləri eləyir 20. 20 vurulsun B1. B1 də qəbul edirəm X. Bu birisi də
A1, bu da C1. Fərqləri eləyir 4. 4'ü də yenə vururam x-a. 2 verirsiniz yoldaşlar. Burada x ədədinin qiyməti elə bir qiymət olmalıdır ki, biz onun yerinə qoyduğumuz qiymətlər buradakı epizodlara uyğun gəlsin. Gəlin məntiqlə fikirləşək. Məsələn, A-nın yerinə x-i yerinə 1 qoysaq. Bir xana olacaq 20, digər xana olacaq 4. 20 buranın qiyməti olsa, 4 buranın qiyməti olmağı düzgündürmü? 80 də buranın qiyməti. Xeyr, düzgün deyil. Çünki 40% ilə 50% arasında cəmi 10% fərq var. 20 ilə 80 arasında isə 4 qat fərq var. Başqa bir qiymət yoxlayaq. Məsələn, yoxlayaq, tutaq ki 2. 20-ni 2-yə vuranda eləyir 40. Bura 40 uyğun gəlsin. 4'ü də 2'yə vuranda eləyir 8. Bura da 8 uyğun gəlsin. 10% 40%'dən nə qədər azdır? 4 dəfə azdır. Amma 40 ilə 8 arasındakı nisbət 5 dəfədir. Buna gəlin başqa bir qiymət yoxlayaq. 3 yoxlayaq məsələn. 4'ü 3'ə vuranda 12 eləyir. O buranın qiyməti olsa. 20'ni də 3'ə vuranda 60 eləyir. Bu da buranın qiyməti olsa. Burada 80. Görək indi uyğun gəlirmi? Bu ikisinin cəmi buna bərabər olur. Yox, yenə uyğun gəlmir. Başqa bir qiymət yoxlayaq. Məsələn 4. 4'ü 20'yə vursaq 80 edir. 4'ü də 16'ya vursaq, 4'ü də 4'ə vursaq 16 edir. Bunlar bir-birindən 5 dəfə böyük olur. Biz buradan düzmə həll elədik. Bəli, baxın. 12'nin kvadratı 144 çıxılsın. S1'in kvadratı 64. 144'dən də 64 çıxanda eləyir 80. Bura düzdür. A1 ilə S1'in cəmi 12 ilə 8'in cəmi. Eləyir 20. 20'ni B1'ə vururlar. Bunların da fərqi 4 eləyir. 4'ü də B1'ə vururlar. Buralar düz yazmış. Yəni bu x-ların yerinə hətta B1 də yaza bilərik. B1. 20 vur B1. 4 vur B1. Bu B1 xanasının qiyməti 5 də ola bilər. Gəlin 5'i də yoxlayaq. Əslində heç 5'i yoxlamadım. 5'i yoxlasa 5'i vuracaq B1'ə. Eləyəcək 100. Biz bir dənə qiymət tapmışdıq 80. 5'i 20'ye vuraraq bir dənə qiymət tapacağıq 100. 4'ü də 5'ə vuraraq bir dənə də qiymət tapacağıq 20. Hə, deyəsən, bax, bu düz gəlir. Çox maraqlı bir sualdır. Bu sualı təxminən bir 4 ya da 5 həftə öncə yazmışdım. Deməli, ehtimalla həll edirəm. Ki verin, 100% ən böyük qiymətdir. Onu 100 ən böyük qiymətdir aldığım ədədlərdən. Onu uyğun görürəm bura. 50%. 80'i uyğun görürəm 40%. 20'ni də uyğun görürəm 10%. Həqiqətən də 40 ondan 4 dəfə böyüdür. 80 da 20'dən 4 dəfə böyüdür. 10 50'dən 5 dəfə kiçikdir. 20 də 100'dən 5 dəfə kiçikdir. Çox əla sualdır. Sadəcə mən biraz tərəddüd elədim. 1, 2, 3 və 4'də alınmadı. Elə bildim, nəysə səhv eləmişəm. Sən demə, hər şey düz gedilmiş. Cavab da 5 imiş. Bu tipli suallar açıq sual kimi qoyulmur adətən. Çünki bir neçə ehtimal, bir neçə variant düz gələ bilər. Ona görə belə qapalı şəkildə yerləşdirilir. İndi isə 68-ci suala baxaq. Sistemin əvvəlcədən təyin edilmiş qrafik əsasında tapşırıqları icra etməsi hansı proqramın həyata keçirdiyi işdir? Təbii ki, task schedule. Tapşırıq planlaşdırıcı. Öncədən planladığımız işləri Windows 11'in bu proqramı həyata keçirir. 69 tipli sual isə biz dəfələrlə işləmişik.
Siz bilirsiniz ki bu tipli sualların həlli təklərin cəmi and ilə orun cəminə bərabər şəkildə təyin olunur. Baxın, referat və riyaziyyat tək verilib 5400 üstə gəl 2200 bərabərdir and ilə orun cəmi. And 600 verilib. Or isə verilməyib. Orada elə o yazırım. Buradan oru tapanda 6600'dan 600'e çıxırsınız, cavab eləyir 6000. Yəni 7600'dan üzr istəyirəm. 600'e çıxırsınız, cavab eləyir 7000. Yoldaşlar, biz kursumuzda təşkil etdiyimiz sınaq həm BB, həm BA, həm AC kateqoriyası üzrə idi deyə. Suallar bitəndən sonra həmin kateqoriyaya düşən sualları da yerləşdirmişik, onlara da baxaq. Aşağıdakı şifrələrdən hansılar daha güclü? Hansı daha güclüdür? Təbii ki, Y variantı. Böyük hərf, kiçik hərf, müxtəlif durğu işarələri, simvollardan istifadə olunursa, bir o qədər qarışıq hesab olunur. Şifrə və çətin yadda qalır. Verilmiş informasiya həcmlərini artan sırayla düzün. Ən kiçiyi budur. 224 bit. Təxminən 8-ə bölsək, baytın sayını taparıq. Görürük ki, çox az bir bayt eləyir. Ona görə 3-dən başlayırıq. Sonra 3'ü 223'e vuranda 669 bayt eləyir. Ki, hələ heç 1 kilobayta çatmıyor. Bu ikisini müqayisə eləyək. 32'də 1 gigabayt. 32'də 1 nə deməkdir? 32'də 1. 2 üstü -5 deməkdir, düzdür? Hər gigabaytda 2 üstü 10 megabaytdır da, düz deyil. Bunları birbirine vuranda eləyir 2 üstü 5, yəni 32 megabayt. Yəni qısacası 1 bölünsün 32 gigabayt əslində 32 megabaytdır. Onda növbədə gələcək 4, sonra isə 2. Ən çoxu budur. Bu 32 megabaytdır. Belə düşünün. 32 megabaytdır. Bu 16 megabaytdır. Bunlar heç kilobayt belə deyil də. Yəni bilirsiniz ki 1 kilobayt 1024 baytdır. Bu heç ona çatmır. Bu da daha ən balacası. 69-cu sualda sizə deyir ki, akses cədvəlində sorğuya uyğun gələn yazıların sayını tapın. Məntiqi fizikasından kiçik, məntiqi fizikasından kiçik. Deməli, bu məntiqi fizikasından kiçik olan 1'dir. 3'dür. Elə 1 ilə 3. Və amma not da var, ona da dikkat edin. Məntiqi böyük bərabər olsun ədəbiyyatından. Məntiqi böyük bərabər olsun ədəbiyyatından. Məntiqi böyük bərabər ədəbiyyatından hansılar var? 1 var. Sonra 2 var. Sonra da elə heç nə, 1 ilə 2 var. Amma end not dediyi üçün nota görə bunları silirsən, cavabı verirsən 3 ilə 4. Not bilirsiniz də, verilənlərin tam əksini seçir. End sözünə görə də kəsişmələri seçirsiniz. 1 ilə 3'ün və 3 ilə 4'ün kəsişməsi nədir? Yalnız 3. Və aşağıda da fizikası, informatikasından böyük bərabər olanları seçirsiniz. Fizikası, informatikasından böyük bərabər olanlar 1 deyil, 2 deyil, 3'dür. 1'dir, 2'dir, 3'dür. İndi 3 ilə 1, 2, 3'ün ortasında da ordur. Orada bizdə birləşmə funksiyasıdır, yəni hamısını götürür. Bunda cavab olur 1, 2, 3. Neçə dənə yazı bu suala cavab verdi? 3 dənə yazı. Cavab 3. Burada bir dənə də sual var. Yaddaş tutumu 10 kilobayt olan faylı 4 kilobaytlıq klasterlərə yazanda nə qədər yer tutar? Yoldaşlar, 10 kilobaytlıq faylı 4 kilobaytlıq klasterlərə yazanda 1 kilobayt bir dənə klasterə 4 kilobayt doldururuq, belə düşünün. İkinci klasterə də 4 kilobayt doldururuq, amma hələ 10 kilobaytlıq faylın 2 kilobaytı qalıb axı. Onun üçün 3-cü klasteri açırıq.
O da dolur. Baxmayaraq ki, yarısı dolur. Amma biz danışmışıq da, klasterin içinə 1 kilobayt belə, 1 bit belə, bayt belə informasiya doldursanız o tam şəkildə dolur. Deməli 10 kilobaytlıq fayl üçün düz 3 dənə 4 kilobaytlıq klaster zanit edirik. Ümumilikdə 12 kilobayt. Cavab 12. 69-cu sualda sırf AC kateqoriyasının sualıdır. Ümumiyyətlə 70 həm AC-yə, həm də BA-ya düşür. 69 yalnız AC-yə düşür. 68 həm BA-ya, həm AC-yə düşür. 69 isə yalnız BA-ya düşür. İkinci nəsil elektron hesablama maşınlarına aid xüsusiyyətləri isə gəlin özünüz seçin sərbəst şəkildə və doğru cavabı seçin. Şərh bölməsinə yazın. Cavabınız doğru olsa şərhinizin altından üstəgəl qoyacağım, arxayın olarsınız. Yoldaşlar, kanalımdakı digər videolarda izləməyi unutmayın. Biraz diskomfort yaşatdım sizə. Üstünüzə sağlıq, xəstəyəm. Ona görə səsimdə biraz nasazlıq, yorğunluq hiss olunur. Üzürlü sayın. Kanalımızdakı digər informatika və məntiq qəbullarının izahlarıyla da tanış olun. Mart imtahanına gedirsiniz. Sizin üçün ən maraqlı olan fevralla yanvar imtahanıdır. Xüsusilə də yanvar. Çünki yanvarda həm BA, həm BB, həm AC, həm də AB imtahanları təşkil olunub. Mən isə bütün imtahanların, bütün informatika və məntiq suallarını sizin üçün YouTube'a yerləşdirəcəm. İzləməyi unutmayın. Salamat qalın.